Azərbaycan Dövlət Neft Fondu ABŞ-də yerləşən BlackRock-un tərkibinə daxil olan Global Infrastructure Partners investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Gatwick hava limanına 50 milyon funt sterling investisiya edib. Yenavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondunun məlumatında qeyd olunub. Bildirilir ki, Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Gatwick hava limanı hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək 10 hava limanı sırasında yer alıb. Proqnozlara əsasən 2030-cu illərin sonlarına qədər hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaq. Gatwick hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt sterling dəyərində töhfə verir. 2019-cu ildə Vinci Aeroport Gatwick hava limanının 50,1%lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, Azərbaycan Dövlət Neft Fondu və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir.